Salam əziz izləyicilər, Yasin Rojov kanalına xoş gəlmisiniz. İngiltərədə polis tərəfindən çözümlənməmiş, paranormal hadisələr kimi qeydə alınmış qorxunc dosyalardan bəhs edəcəyik. İngiltərə polisinin həll edə bilmədiyi bəzi hadisələr paranormal vakalar adlandırılır. Bunun səbəbi bütün şahid ifadələrinin bir-biri ilə uyğun gəlməsi və yaşananların paranormal xarakteri daşımasıdır. Bu cür hallarda istintaq çıxmaza girir və bağlanan dosyanın üzərinə çözümlənməmiş paranormal vaka möhürü vurulur. Bu möhürlü dosyalardan biri də 1950-ci illərdə Jane ailəsinin başına gələn hadisədir. Hadisə İngiltərənin şimalında yaşayan 4 uşaqlı bir ailənin hekayəsidir. Jane ailəsi böyük bir ferma alaraq ora köçür və qonşularla da yaxşı münasibət qurur. Lakin bir gecə Mary və David qorxu içində valideynlərini oyadırlar. Onlar bir qadın və 2 uşağın qapısının döydüyünü, pəncərədən onlara səsləndiyini deyirlər. Ata Robert Jane çölə çıxıb ətrafı yoxlasa da heç bir iz və heç kəsi tapa bilmir. Bunun uşaqların oyunu olduğunu düşünərək yenidən yatırlar. Səhər Robert tövləyə gedəndə atların yem və suyunun artıq verildiyini görüb təəccüblənir. Yenə də bunu uşaqların işi sayır. Bir neçə gün sonra Mary və David məktəbdən qayıdıb yaxınlıqdakı meşədə həmin qadın və uşaqları gördüklərini, onların özlərini əl etdiklərini deyirlər. Robert və həyat yoldaşı Jessica uşaqlara inanmayaraq onları cəzalandırır, amma uşaqlar yalan danışmadıqlarında israrlı olurlar. O gecə bütün ailə güclü səs-küyə oyanır. Evin qapısı sındırılıb, mətbəx darmadağın edilib. Robert tüfəngini götürüb çölə çıxanda bağçada çılpaq ayaq izləri görür. Uşaqların təsvir etdiyi kimi 3 nəfərə aid izlər həm evdə, həm də həyətdə idi. Polis çağırılır, qonşu fermalar yoxlanılır, lakin bölgədə bu izlərə uyğun heç kim tapılmır. Polis bunun vəhşi heyvanlar ola biləcəyini deyir. Robert ferma ətrafına hündür çəpərlər çəkdirir, amma hər gecə qapılar döyülür. Bağçada çılpaq ayaq izləri görünməyə davam edir. Ana Jessica uşaqlardan gördükləri qadın və 2 uşağın rəsmini çəkmələrini istəyir. Robert bu rəsmləri polisə aparır. Araşdırma nəticəsində məlum olur ki, rəsmdəki şəxslər fermada 50 il əvvəl yaşamış və bir gecə evlərində ölü tapılmış köhnə sahiblərdir. Bundan sonra baş verənlər polis tərəfindən hələ də açıqlana bilmir. Bir müddət sonra David və Mary məktəbə getmir, amma ailənin qohumları ziyarət etdiyini düşünür. Günlər keçir, amma ailədən xəbər çıxmır. Qonşular və polis evi zorla açanda dəhşətli mənzərə ilə qarşılaşırlar. Jane ailəsi yataqlarında bıçaqlanaraq öldürülmüşdü. Dosyaya görə onların 3 həftə əvvəl öldüyü müəyyən edilir. Amma bu müddətdə heyvanlara mütəmadi olaraq yem və su verilib. Başqa bir çözümlənməmiş paranormal vaka isə Londonda yaşayan varlı bir ailənin itən yaşlı anaları Elisa ilə bağlıdır. Elisa gecələr otağında kimsə tərəfindən izlənildiyini deyir və orada yatmaq istəmir. Ailə bunu ciddiyə almır. Bir səhər isə Elisa yoxa çıxır. Kamera qeydlərində evə girən və ya çıxan heç kim görünmür. Elisa'nın yastığının altından bir kağız tapılır. Kağızda onun yataqda yaşadığı qorxu dolu anlar detallı şəkildə təsvir olunur və belə bitir. Otaqda neçə gizlənmə yeri olduğunu bilirsənmi? Niyə mənim otağımdasan? Elisa'dan bir daha xəbər alınmır və hadisə rafa qaldırılır. Son hadisələr isə 1970-ci illərdə itkin şəxslərlə bağlı işləyən bir polis məmurunun xatirələrindən götürülüb. O meşəlik ərazilərdə işsiz yoxa çıxan uşaqlardan, ayı adam tərəfindən aparıldığı deyilən bir uşaqdan ağaca çıxıb, geri enməyən gənc qızdan və üzünün yarısı olmayan bir adamla qarşılaşdığını deyən yaralı alpinistdən bəhs edir. Bu hadisələr polis əməkdaşlarının belə danışmaqdan
qorxduğu sirlər kimi qalır. Dostlar, bura kimi bu və buna bənzər sirdə qaranlıq hekayələri mənim kanalımda tapa bilərsiniz. Videonu bəyəndinizsə kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Sağ olun və Allah amanında qalın. Salam, mən Yasin Oğuzov. Ölkələrə səyahət etmək istəyirsən, biraz əylənmək, biraz da qorxmaq və yeni şeylər kəşf etmək, dünyanı tanımağa ehtiyacın var, bilgiyə möhtacsan, görmədiyin şəhərlər, hekayəsi olan küçələr, qaranlıqda gizlənən sirlər, tərk edilmiş yerlər, bilinməyən kölgələr və tarix, min illər əvvəl yaşamış insanlar, iz qoyan imperiyalar, unudulmuş döyüşlər, hamısı burada, bir yerdə. Səyahət, qorxu, tarix və yeraltı dünyası. Azərbaycanda bu formatda ilk və tək kanal. Kanalımıza abunə ol və bizə dəstək olmağı unutma.